Deməli, 11-ci xalq adından seçilmiş xalq düşməni Xasayeva Səbinə Səməd qızı. 11 saylı Binəqədi Qaradağ seçki dairəsindəndir. Deməli, Səbinə xanım. Deməli, parlamentin ən gənc deputatlarından da deyirlər. Deməli, bu birinci dəfə deputatda namizəd verib, deputat seçiləndə Səbinə xanımın 26 yaşı var idi. İkinci dəfə seçiləndə indi artıq deyəsən 33 yaşı var. Yazır ki, doğum yeri Azərbaycanlıdır. Yeni Azərbaycan Partiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti fəaliyyəti, siyasətçi. Dostlar, inanın mənə, bunun heç siyasətin S hərfinə də dəxli yoxdur. Təbii məsələdir, yəni bu Xasayeva Səbinənin kimin qucağında gəlməyi mənim üçün maraqlıdır. Sadəcə olaraq onu mən sizə deyə bilərəm ki, Xasayeva Səbinə də Qərbi Azərbaycandandır əslən. Yəni, deməli, əslən Qərbi Azərbaycanın Basar Keçər rayonundan olan fəxrimiz Səbinə Səməd qızı Xasayeva 1993-cü ildə anadan olub. Səbinə xanım 2014-cü ildə ali təhsili başa vurub Azərbaycan Dillər Universitetində Norveçşünaslıq ixtisası üzrə təhsil alıb. 2014-2016-cı illərdə isə Azərbaycan Dövlət Neft Sənayesi İnstitutunda magistr təhsil alıb. Səbinə xanım Yeni Azərbaycan Partiyasının üzvüdür, Milli Məclisin deputatıdır, Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvüdür. Yəni, bu qədər sadə. Deməli, Səbinə Xasayeva 30 mart 1990-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətləri yox. Deyəsən, burada nəsə balaca bir səhv gedib, dostlar. Qoy, mən görüm, bir də dəqiqləşdirim onu. Baxın. Mən elə fikirləşirəm ki, burada balaca bir səhv gedib. Mən mütləq onu deməli, baxın, doğum tarixi 30 mart 1993-cü ildə. Bəs burada bu niyə belə yazır? 93-cü il, burada da düzdür. Baxın, 30 mart 1990-cı ildə. Deməli, burada balaca bir redaktor ihtiyac var ki, Wikipediyada səhv gedib. 1990-cı ildə Bakı şəhərində. Əslində 93-cü ildə anadan olub. Universitetin beynəlxalq münasibətlər və regionşünaslıq bölməsinin məzunu olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idarə etmə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb. İngilis və Norveç dillərini bilir. Evlidir, 2 övladı var. Səbinə Xasayeva 2014-2019-cu illərdə baş tutan bələdiyyə seçimlərində 12 saylı Qarabağ Binəqədi Yasamal dairəsindən Lökbatan Bələdiyyəsinin üzvü seçilmişdir. Görürsünüz, dostlar, yəni deyək ki, Ermənistandan olmaq, əslən Naxçıvandan və yaxud da Ermənistandan olmaq nə deməkdir? Əsli türkdür, yoxsa kürdür, onun dəxli yoxdur. Bələdiyyəsi hələ təsəvvür edin, bu universitetdə oxuya-oxuya bələdiyyə seçkilərində iştirak edib və yer qazanan təsəvvür edin. 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində Səbinə Xasayeva 12 saylı Qarabağ Binəqədi Yasamal dairəsində Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq göstərilmişdir. Nəticələrə əsasən Səbinə Xasayeva 48,70% səslə Milli Məclisə deputat seçilmişdir və
Ən dəhşətli olan da odur ki, Səbinə Xasiyevaya lal deputat adı veriblər. Yəni danışmayan, yəni təbii məsələdir ki, siyasətlə işi olmayan bir adamın, təbii məsələdir, yəni siyasətə dəxli olmayan bir adamın, siyasətdən baş çıxmayan adamın parlamentdən nə danışmasını istəyirsənsə, mən də çox axtardım düzü bununla bağlı ki, görüm haradasa necə deyib. Bir dənə müsahibəsinə rast gəldim. O da başdan ayağa İlham Əliyevə yaltaqlanmaqdan, yəni İlham Əliyevdən danışmaqdan məşğuldur. Sadəcə olaraq cəfəngiyat. Yəni ləyaqəti, şərəfi, vicdanı olan adam olmuş olsaydı, yəqin belə hərəkət edəməzdi. Yəni 11-ci şərəfsiz deputatımız, yəni Ermənistan Naxçıvan klanının üzvlərindən, hələ ki 11-i də o dövrdəndir. 11-indən demək 5-i Ermənistan əsilli, təsəvvür edin. 6-sı da Naxçıvandan olanlardır. Hərgah həmən o Naxçıvandan olanlardan da əsli Ermənistandan, əslən Ermənistandan olan və sonradan Naxçıvana köçən adamlardan demək olar ki, 90% elə o nöqteyi nəzərdəndir və bu Əliyev, İlham Əliyev hakimiyyətinin tayfabazlıq, yəni milləti belə parçalamaq və bunlara yəqin ki, İlham Əliyev başa salıb ki, baxın, siz hakimiyyətdəsiniz, çalışın hakimiyyətdən getməyin. Yəni, hakimiyyətdən geçsəniz, bu xalq sizə ot yolduracaq. Yəni, o nöqteyi nəzərdən İlham Əliyev bunu adamların hamısını ona görə bir yerə yığıb ki, sabahları meydanda tək qalmasın. Və bəs sabahda yığışmaq yeri lazım gələndə, yəni yığışmağa yer olsun. O da Naxçıvan.